27 sentyabr Anım Günü münasibətilə Beyləqan rayonunda şəhidlərimizin müqəddəs xatirəsi sonsuz ehtiramla yad edilib. Cərciz Peyğəmbər ziyarətgahında keçirilən mərasim xalqımızın qəhrəman övladlarının unudulmaz igidliyinə bir daha ehtiram nümayiş olunub. Tədbirdə Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər, hərbiçilər və yüzlərlə ictimaiyyət nümayəndəsi iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub, üzərlərinə gül dəstələr düzülərək xatirələri ehtiramla yad edilib. Ziyarətdən sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov vurğulayıb ki, Azərbaycan xalqının qəhrəman övladları öz igidliyi, rəşadəti və vətən sevgisi ilə əsl ölümsüzlüyə qovuşublar. Onların qanı ilə yazılmış qəhrəmanlıq dastanı xalqımızın yaddaşında əbədi yaşanacaq. Hər bir şəhidimiz Azərbaycan xalqının azadlığı, müstəqilliyi və gələcəyi naminə igidlik simvoludur. Bizim müqəddəs borcumuz onların əziz xatirəsini daimi yaşatmaq, gələcək nəsillərə ötürməkdir, deyə Əziz Əzizov bildirib. Rayon rəhbəri qeyd edib ki, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər bugün dövlət səviyyəsində qeyd olunan Anım Günü şəhidlərimizə olan sonsuz hörmətin və xalqımızın birlik iradəsinin təntənəsidir. Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə isə şəfa diləyərək onların qəhrəmanlığının daim qəlblərdə yaşayacağını vurğulayıblar. Dilbər Vüqar qızı, Bölgə TV.